Yenə qanuna uyğunluğu müəyyən edib sual əvəzinə uyğun olan cavabı seçməyimizi istəyir. Yuxarıdakı kvadratların və kvadrat üçbucaqlar və beşbucaqlı ilə sol tərəfdəkindən bu cədvəl içərisindəki dördbucaqlını alır. Necə alır? Tərəflərin cəmi, baxın, 3, 3, 6, üstə 4 gəlsək 10, üstə də 5 gəlsək olsun 15. Burada 4 üstə gəlir 3, 7. 15-dən 7 çıxanda qalır 8. 4-lərin cəmi həqiqətən 8 verirmi bizə? Baxın, 6 üstə gəl 4, 10, üstə də 3 gəlsəm 13. 13-dən 7 çıxanda 6 qalırmı həqiqətən? Baxın, 8 plus 6, 14 eləyirmi? 14-dən 7 çıxanda həqiqətən 7 qalırmı? 4-dən 3-ün cəmi 7-dir. İndi 13, sual işarəsi 13 və 6 ilə 4 bucaqlının kəsişməsində yerləşir. 6 bucaqlı ilə 4 bucaqlının cəmi 10-dur. 13-dən 10-unu çıxanda qalır 3. Yəni biz bura 3 götürməliyik. Onda 3 bucağı götürsək kifayətdir.